Biri var idi, biri yox idi. Bir cavan oğlan var idi. O cavan oğlan bu qədər yol qət elədi. Yavaş-yavaş, sürünə-sürünə bu yerlərə qədər gəldi. Biri var idi, biri yox idi. Belə bir cavan oğlan var idi. O cavan oğlan da bax beləsinə başlayır burada özünü çəkməyə. Ağlıma heç bir qafiyə gəlmir. Hə, mənə auditoriya lazımdır. Problem odur. Mənə düzgün insanlar lazımdır. Məni dinləyəcək, məni sevəcək, mənə dəstək olacaq insanlar lazımdır. Təkik, yolumuza tək davam edirik. Çünki başqa alacımız yoxdur. Və bura kimi də tək gəlmişik, bundan sonra da tək gedəcəyik. Maddi olaraq sadəcə bizim valideynimiz arxamızdadır. Yəni başqa heç bir kəs yoxdur. Və təbii ki də özümüz də olacağıq öz arxamızda gələcək vaxtlarda. Sadəcə indi işsizlik ərəfəsidir və çox təəssüf olsun ki, hələ ki özümə uyğun bir iş tapmamışam. Arada əsəbləşirəm, arada üzülürəm, məni ignor eləyən, mənə heç olmasa bir dəqiqə, 2 dəqiqə qulaq asmayan insanları görürəm və dəli olurum. Cahil insanlardan bezmişəm. Özdə nəyi var bezmişəm. Cəmiyyət göt günündədir sözün əslində aslında. Cəmiyyətin axırını mən görmürəm. Adı göt sözünə görə götünü cıran insanları görürəm. Nə bilim. İnsanlara söz izah eləməkdən bezmişəm. Nə bilim. Kaş ki vaxtında bacaraydım, çıxıb gedərdim bu ölkədən, xaricdə özümə həyat qurardım deyirəm. Çox deyirəm özümə, amma sonra nəsə beynimdən uçur o fikir. Amma lazımdır. Nəsə eləmək lazımdır. Lap xaricə gedəcəksə də belə. Nə bilim, fərqi yoxdur. Harda olacaqsa da belə nəsə eləməliyik. Amma pozitiv qalmaq lazımdır. Negativlikdən uzaqlaşmaq lazımdır. Düzdür, çox çətindir. Amma başqa yolu yoxdur. Nə qədər ki negativ olacaq, özümüzü üzəcəyik başqa iş kimi. Ona görə də pozitiv olmaq lazımdır, çətin olsa da belə.